Salamlar hər birinizə. 2025-ci ilin ilk podkast bölümünə xoş gəlmisiniz. Düzünü desəm çox darıxdım sizlərlə öz fikirlərimi paylaşmaqdan və düşündüm də ki, ilk bölümü də biraz klişe də olsa 2025-ci ilin hədəfləri ilə bağlıdır. Mən hər il özüm üçün hədəfləri yazmağa çalışıram. Çünki yazmadığımız bir yerə bərkitmədiyimiz bir fikirlər, qeydlər, bunlar əslində həyatımızdan çox gedir. Ona görə çox inanıram ki və tətbiq eləməyə çalışıram ki, fikirlərimi, planlarımı mütləq hardasa kompüterdə ola bilər, telefonda ola bilər, kağızda. Mənim üçün ən çox sevdiyim və üstünlük verdiyim metod odur. Belə qeyd eləməyə çalışıram. Amma ki, bu ilin fərqi mənim üçün ondan ibarətdir ki, bu il standart hədəflər qeyd eləməmişəm özüm üçün. Yəni ki, bu qədər pul istəyirəm, ev istəyirəm, çanta istəyirəm. Belə bir hədəflər deyil. Demirəm ki, bu pisdir. Ola bilər ki, başqaları üçün bu prinsip işləyir. Amma ki, mən bu il tamam fərqli bir metodologiya mı deyim. Bir ciddi metodologiya yoxdur. Sadəcə hədəflər deyəndə bunlar sadəcə materialistik hədəflər olmaq məcburiyyətində olmadığının fərqinə vardım və doğrudan da belə bir şey də var ki, əgər bir şeyin həyatınızda olmasını istəyirsinizsə, o sizin həyatınızda olanda ki, hisslərinizi anlamalısınız. Məsələn, bir münasibət istəyirsə, o münasibətin içində olanda özünüzü necə hiss eləmək istəyirsinizsə, bunu mütləq özünüz üçün müəyyən etməlisiniz və o hissdə özünüzü artıq hiss eləməyə başlamalısınız ki, həyəcanlı olmaq istəyirəm, sakit olmaq istəyirəm, kəpənəklər istəyirəm mədəmdə, nə istəyirsinizsə o əsas, çünki bizim beynimiz hisslərə daha çox önəm verir və o hisslər olduqda bizim üçün bir şey mövcuddur. Əgər bir şey varsa və ona qarşı heç nə hiss eləmiriksə, əslində o bizim üçün mövcud deyil. Neytral olduğumuz hər mövzu bizim həyatımızın bir parçası deyil. Amma ki, müsbət və ya mənfi hər hansı bir emosiya yüklədiyimiz bir hadisə, insan, əşya bu həyatımızın bir parçasına çevrilir. Və buna görə də mən bu il öz hədəflərimi demək olar ki, materialistik yox, daha çox hisslər, davranış qaydaları, necə davranmaq istəyirəm, necə görmək istəyirəm özümü, bunlarla bağlı hədəfləri qoymuşam. Çox uzatmadan keçək. Əslində mən 100 hədəf qoymağı hədəfləmişdim. Amma ki, hələ də bəzi şeylər var ki, məncə bu bir dəfəlik də proses olmamalıdır əslində. Çünki bir dəfəyə oturub bütün ilimizi planlamağımız biraz real gəlmir. Hələ də mənim ağlıma gələndə ki, yeni illə bağlı bəzi şeyləri bunu da eləsəm yaxşı olar. Həm mütləq qayıdıb onu siyahıma əlavə edirəm və düşünürəm də ki, ora əlavə eləmək, yeni hədəflər qoymaq üçün il üçün heç vaxt gec deyil. Ona görə də ilk hədəfimdən başlamaq istəyirəm ki, ətrafımdakı hər bir insana qarşı çox mehriban və incə davranmağa çalışacağam. Bu ondan ibarətdir ki, mən normalda da kobudluğu sevməyən birinəm. Təbii ki, bir tərəzi burcu olaraq incəlik mənim ən sevdiyim xarakterdir. Həm kişilərdə, həm qadınlarda deyərdim hətta. Amma ki, bu incəlikdən də əlavə, yəni bəzən olur ki, biz özümüz yaxşı bir gün keçirtməyəndə ətrafımızdakilara qarşı bəzən kobudluq eləyə bilirik və yaxud kimsə ilə xoşumuz gəlməyəndə ona qarşı kobud davranırıq. Bilməyə, yəni bilərək olduqda bunu dəyişdirmək daha çətindir. Amma ki, mənim bu ilki hədəfim ona ibarətdir ki, ətrafımda kimliyindən, mənə qarşı hərəkətlərindən, ümumiyyətlə kim olduğundan və necə davrandığından asılı olmayaraq heç kimə kobudluq eləmə haqqını özümdə görmürəm və bunu da özümdə inkişaf etdirməyə çalışıram ki, nə olursa olsun öz emosiyalarımı idarə edib ətrafımdakilərə qarşı incə davranışlarda olmaq. İngilis dilində bu kind gedir, amma Azərbaycanca məncə sırf hərfi tərcüməsi yoxdur, o hissi ifadə eləyəcək. Amma ki, düşünürəm ki, bu belə bir söz də var ki, İngilis dilində atalar sözü deyil məncə. Ola bilər kiminsə sözüdür, xatırlamıram. Deyir ki, başqalarına qarşı incə davranmaq heç bir xərci yoxdur. Yəni pulsuz bir şeydir və bunu hər bir insan öz həyatına tətbiq eləyəndə doğrudan da ətrafımızdakılar üçün, tanımadığımız insanlar üçün belə öz həyatımızı və onların həyatını yaxşılaşdırmış oluruq.
İkinci çox böyük hədəfim və məni hələ ki ayın bugün artıq 13-dür və 13 günün 13-ündədir məni çətin olan, çox belə hər gün yadıma salıb özümə səbir dilədiyim ki, yox, hədəfimdə dayanacağam, buna davam edəcəm. Şikayət eləməməkdir. Bu çox asan səslənə bilər. Bəzilərə məntiqsiz gələ bilər ki, yox, şikayət edib rahatlayırıq. Amma kəsni belə deyil. Şikayət etdiyimiz hər şeyə, dediyim kimi, biz bir emosiya yükləyirik. Bu negativ olur çox vaxt. Amma ki, biz bir şeyə öz emosiyamızı göndəririk və şikayət etdiyimiz hər şeydə həyatımızda tutmağa davam edirik. Əgər belə pozitiv şeylərə fokuslansaq və onlara təşəkkürümüzü bildirsək, düşünürəm ki, daha o cür şeylər də bizim qarşımıza çıxır. Psixologiyada belə bir qavram var ki, self-fulfilling prophecy, yəni ki, özünü doğruldan profesi, Azərbaycancasını xatırlamıram. Yəni ki, əgər siz desəz ki, beynəvizə mən yaxşı insanam və yaxud bir insan yaxşı insandır, beyniniz artıq o insanın ancaq yaxşı xüsusiyyətlərini görməyə başlayacaq. Amma siz birinin haqqında pis düşünəndə, deyəndə ki, məsələn, səhər mən şəhərə çıxanda heç vaxt taksi tapa bilmirəm və həyatınızda da hər zaman belə hadisələri çəkəcəksiniz ki, sizin beyniniz sizin dediyinizi təsdiqləsin. Çünki düşünəndə o fikirləşir ki, o sizin beyninizdir və siz bir şey deyirsinizsə, yəqin ki, düzdür və bunu düz olduğunu sübut eləmək üçün, sizi düz çıxartmaq üçün hər şey eləyir. Doğrudan da insanın beyni biz nə deyiriksə, o düz, səhv və ya bu bilinçaltı dediyimiz subconscious, o düz və yaxşı, pis, onun üçün belə bir qavramlar yoxdur. Sadəcə sizin dediyiniz və demədiyiniz məsələlər var. Əgər siz deyirsinizsə ki, mən səhər çıxanda həmişə necəsə olur taksi tapıram, onda beyniniz hər zaman sizi düz çıxardacaq hadisələr çıxardacaq qabağınıza. Əgər əksini desəz, əksini çıxardacaq və buna görə də şikayət eləmək bir haqqında, bir hadisə, insan, şirkət, hər hansı bir şey haqqında pis danışanda, şikayət eləyəndə ondan, çünki şikayətin də belə bir şey olur ki, siz biri haqqında gedib konstruktiv bir şikayət eləmirsiniz çox və konstruktiv bir ona şərh bildirmirsiniz ki, qarşınızdakı hərəkətini düzəltsin və yaxud bir servis ola bilər, bu servisin keyfiyyəti düzəlsin. Çox vaxt biz sadəcə şikayət eləməyi sevirik. Çünki ətrafınıza da baxsaz, 3-4 nəfər bir yerdə oturanda və 2 nəfər də ola bilər. Ən çox danışdığı insanların, ən azından mənim gördüyüm ümumiyyətlə, şikayət eləməkdir. Şikayət yoldaşlarından, dostlarından, işlərindən, pul azdığından, tıxacdan, yəni insanlar hər zaman şikayət etməyi nəsə tapır və mənim özüm üçün dəyişdirmək istədiyim və öz düşüncə tərzimi dəyişdirmək istədiyim bir şey isə şikayət eləməməkdir. Nə olur olsun. Neynir eləsinlər ki, mənə nə deyirdisin. Buna qarşı pis ola bilərəm, əsəbləşə bilərəm, amma bunu səsləndirib başqasına şikayət eləməmək üçün çox çalışıram. Hələ ki 2 həftədir çox çalışıram bunun üstündə, amma görürəm də ki, artıq bunu hər gün təkrarladıqca, hər gün şikayət etmək istədikcə, özümü dayandırdıqca da görürəm ki, artıq o hiss də məndə azalır. Daha müsbət şeylər görməyə başlayıram. Məsələn, bəzən olurdu ki, ətrafda küçədə yeriyərkən belə birini görürdüm, qınayırdım, başladım şikayət etməyə ki, bunlar niyə belədir, niyə belə eləyirlər. Amma görürəm ki, artıq mən şikayət eləmədikcə, onlar haqqında pozitiv düşünməyə özümü məcbur elədikcə, çünki bir həyatda pozitivi yaratmaq da, pozitivi düşünmək də bir adi bir davranış qabiliyyəti kimi. Necə ki, siz 5 gün saat 7-də qalxsaz, 6-cı gün artıq bədəniniz sizi oyatmağa başlayır və 5 gündə pozitiv düşünməyə çalışsaz, şikayət eləməsəz, 6-cı gün artıq bu sizin üçün çox daha rahat bir vəziyyətə gələcək. Demirəm ki, 2-3 gün elədiniz, hər şey düzələcək, bundan sonra heç vaxt şikayət eləməyəcəksiniz. Təbii ki, bu özümüzdə kontrol eləməli olduğumuz və doğrudan da bəzi anlarda çox eləmək istəyəcəyimiz, amma ki, özümüzə saxladığımız bir məsələdir. Amma ki, deyəndə düşünürəm ki, praktika ilə, özümüzü idarə eləməklə, özümüzə doğrudan da bunun vacibliyini yadımıza salaraq bu davranışdan vaz keçə bilərik. 3-cü hədəfim mənim üçün və deyərdim ki, ətrafımdakı çox insanda da gördüyüm bir məsələ oldu ki, özümüzdən şübhə eləyirik.
özümüzün qabiliyyətimizdən, gözəlliyimizdən, eləyə biləcəklərimizdən, həyatımızı qura biləcəyimiz səviyyədən şübhə edirik. Ola bilər ki, bəzi anlarda hər birimiz düşünürük ki, və ya deyirik ki, yox, bura gedəcəm, onu eləyəcəm, bunu eləyəcəm. Amma elə anlarda gəlir ki, hər şeydən şübhə edirik. Bütün özümüzün bu həyatda bacardıqlarımızı, əldə etdiklərimizi o qədər şübhə altına salırıq ki, görən mən bir də eləyə biləcəm, görən bir də alınacaq. Mənim çox sevdiyim və çox uğurlu bir podcaster var idi. İndi də var. Deniz Dülgəroğlu. O deyirdi ki, yəni o ilk epizodundan bəri Türkiyədə ilk nömrədə olan bir podcaster olub və çox səmimi bir podkast aparıcısıdır. O hər zaman deyirdi ki, mən özümə o qədər şübhə edirəm ki, neçə 100-dən çox artıq bölümü var. 100-dən çox bölümümün də uğurlu olmasına baxmayaraq, hər dəfə podkast yazanda özümə şübhə edirəm ki, bu dəfə alınmayacaq. Bu dəfə artıq son olacaq. Bu dəfə necəsə alındırmayacağam. Yəni fakt əsaslı baxsaq, bu qədər tarixdə əvvəlki podkastlarında bu qədər uğurlu olmuş bir insanın növbəti podkastında uğurlu olması ehtimal nəzəriyyəsinə görə çox yüksəkdir. Amma biz insanlar bəzən özümüzə o qədər az güvənirik ki, bir dostumuz gəlib bizə desə ki, səncə mən bunu bacararam? 100% ona deyərik ki, təbii ki bacararsan, niyə də bacarmayasan? Misallar gətirərik ətrafdakılardan ki, bax, filan kəs bacarıb onu, sən bundan əvvəl nələr bacarmısan? Yəni özümüzü də məncə şübhələndirəndə, özümüz haqqında şübhəyə düşəndə ki, doğrudan mən eləyə bilərəm. Özümüzə bir dost kimi yanaşmaq, demək ki, təbii ki bacararam. Yəni biraz qırağa çəkilib özümüzə obyektiv baxmalı. Və bunu bacarmağa başlayanda və yaxud mənə işdə bir task veriləndə mən düşünürdüm ki, yox, bu dəfə eləyə bilməyəcəm. Amma baxıram ki, mən həmin sahədə artıq 3 ildir çalışıram və bu 3 ildə eləmədiyim bir iş olub, yox. Ümumiyyətlə batırdığım, çox pis vəziyyətdə təhvil verdiyim bir iş olub, yox. Səhvlər olub, hamıda olan bir məsələdir o. Sadəcə və bunları özümə xatırladaraq gördüm ki, artıq özümdən şübhələnməyə və özümə doğrudan da güvən verməyə başladım. Bu da mənə çox kömək elədiyini görürəm ki, gün ərzində olan stresimi, anksiyetimi doğrudan da azaldır və hiss edirəm onu ki, mən daha az şübhələndikcə, özümə daha çox güvəndikcə bunlar həyatımın səviyyəsinə, həyat keyfiyyətimə doğrudan çox müsbət təsir eləyir. 4-cü hədəfimiz yenə də emosiyalarla biraz bağlı olacaq. Buna sadəcə biraz backstory vermək istəyirəm ki, hər biriniz yəqin ki, bu dövrlərdə frekans, bu dalğalarla bağlı ki, hər bir enerjinin dalğası var. İnsan özü də müəyyən bir dalğa yayır ətrafındakılara. Bunlarla bağlı yəqin ki, gələcəkdə daha detallı bir epizod eləyəcəm ki, daha faktlarla danışaq. Sadəcə belə bir cədvəl var, internetdə də yaza bilərsiniz, emosiyalar cədvəli və yaxud ingiliscə axtarsaz emotions, frequency of emotions gedir və orada deyir ki, hər bir hiss elədiyimiz emosiyanın öz frekansı var. Yəni ki, o müəyyən səviyyədə bir dalğa yayır ətrafa. Və siz həmin ətrafınızda olan insanlar, hadisələrdə sizin yaydığınız dalğaya uyğundur. Əgər siz bütün günü stres içindəsinizsə, stresli bir həyat yaşayırsınızsa və yaxud qorxu içində yaşayırsınızsa, demək ki, sizin ətrafınızda da o frekansa uyğun hadisələr və insanlar olacaq. Yəni ki, düşünün də, bütün gün stres olan bir insanla çox sakit, üstün güvənli bir insanla dost olmaq real deyil. Bir müddətdən sonra ya birindən yorulacaq, ya da ki, necəsə alınmayacaq. Və həmişə də deyirlər ki, ətrafındakı 5 nəfərin ortalamasısan, dostuna göstərdiyimsən kimsən, eyni şey ətrafımızdakı kolleqalarımıza da aiddir, partnyorlarımıza da aiddir, ümumiyyətlə tanıdığımız insanlar, ətrafında vaxt keçirdiyimiz insanlara da aiddir. Və bunu başa düşəndə ki, biz hansı hissləri keçirdiriksə, ətrafımıza da o hissləri keçirdən insanları yığırıq. Və mən də düşündüm ki, əgər mən daha yaxşı bir həyat səviyyəsi yaşamaq istəyirəmsə, daha yüksək, rahat, daha xoşbəxt,
daha belə sülh içində yaşamaq istədiyim bir həyat varsa, demək ki, mən ilk öncə bunun kimi davranmağa başlamalıyam. Yəni ki, ətrafımda doğru insanları axtarmamışdan qabaq, doğru iş, doğru mühit axtarmaq əvəzinə özüm doğru insan olub və o insanların da məndən uyğunlaşacağını düşünürəm. Çünki əgər siz məsələn də 1000 manat aya qazanırsınızsa, ayda 10.000 qazanan insana dostluq eləməyiniz çətindir. Yəni ki, maraqlarınız üst-üzə düşməyəcək və yaxud ümumiyyətlə bir yerə getmək istəyəcəksiniz. Biri deyəcək, ucuz restorana gedər, o biri deyəcək, bahalı restorana gedək, tutuşmayacaq yerləriniz. Bir-birinizə hədiyyə almaqda disbalans yaranacaq. Yəni çox sadəcə. Bunlar təbii ki, həyat sadəcə puldan da ibarət deyil. Bunu nümunə gətirməkdə məqsədim əsas ondan ibarətdir ki, sadə şeylərlə başa düşə bilərik ki, necə ki, eyni məbləğ qazanmayan, eyni deməyim, yaxın bir müəyyən bir fərqliliklə qazanmayan insanların bir yerdə çox vaxt keçirməsi, bir işi aparması çətinləşirsə, eyni şey də frekanslar üçün doğrudur ki, əgər mən bütün günü utanıram, çox pis hiss edirəm, hər şeydə başlayıram üzr istəməyə, çox aşağı emosiyalardayam, yəni negativdəyəmsə, çox pozitiv, hər gün həyatdan zövq alan, yuxudan üzü gülərək duran, günü açmaq üçün həyəcanla gözləyən bir insanla mən daha keçirdə bilməyəcəm. Amma ki, mən bugün durum bu hisslərlə negativ hissdə olum, amma deyim ki, yox. Mən istəyirəm ki, mənim belə dostum olsun, mənim belə iş yerim olsun, mənim belə partnyorum olsun, ailəm olsun. Bu heç vaxt olmayacaq. Çünki mən o hissi yaşamıramsa, o insanların məndən maraqlı olmayacaq və mən elə eləməliyəm ki, mən də yüksək hissləri yaşayım. Və bunların da siyahısını götürmüşdüm ki, hansı hisslərdə ümumiyyətlə aşağı frekansdadır və insanı aşağı frekansda belə yadda saxlaya bilərsiniz ki, insanların da aşağı çəkən hisslərdir. Məsələn, bunlardan ən aşağısı utanc hissidir. Yəni ki, bizdə çox, xüsusilə qadınlarda əl çalınan bir necə deyirlər, davranış olsa da ki, baş aşağıda, çox utancaqda, belədir, elədir. Bu yaxşı bir şey deyil. Yəni shame İngiliscə gedir və shame'in də bir tərəfi olaraq utanmaq, özündən ayıb hiss eləmək. Utanmaqdan da çox ayıba gedir bu da çox. Ayıb eləmək ki, yox, bu belə ayıb olar, belə olar. Yəni bu hisslər çox negativ, ən aşağı frekansda olan bir şeydir və doğrudan da insanın enerjisini çəkir. Bundan əvvəlki epizodda deyəsən demişdim ki, elə insanın enerjisini çəkən əsas şeylərdən biri onun gün ərzində hiss elədiyi emosiyalardır. Çünki hər dəfə siz emosiya elədikcə elə bilin ki, telefonunuzun batareyası kimidir. Hər bir emosiya o batareyanı azaldır. Əgər negativdirsə, pozitiv emosiyalarsa sizin emosiyanızı daha da artırır. Buna görə də hər dəfə mən bunu özüm üçün belə yadımda saxlamışam ki, hər dəfə nədənsə ayıbdır, utanmaq kimi hissləri düşünsəm, belə bir şey hiss eləmək istəsəm, düşünürəm ki, bu mənim zarafatımı azaldır, batareyamı azaldır, ona görə çalışıram ki, bundan qaçınım. Daha sonra günahkarlıq hissi, bu da çox güclü və insanlara çox güclü bunu yedirtməyə çalışırlar ki, daha aşağı həyat səviyyələrinə çəkə bilsinlər. Çünki məsələn mən düşünürdüm ki, uşaq vaxtı ayda mən yemək yeyirəm, amma Afrikada uşaqlar acdılar axı. Necə günahkar hiss edirdim özümü yeməyə. Yəni bunu mən uşaq olan vaxt mənə bunu televizordan mı öyrənmişəm, hardan öyrənmişəm bilmirəm. Mən oturub gecələr dua edirdim ki, ay nə olar Allahım, sən Afrikadakı uşaqlara kömək elə. Yəni ki, təbii ki, bu bir insani hissdir. Empatiya qurmaq ki, təbii ki, hamımız istəyirik ki, dünyada heç bir uşaq acı qalmasın, hər bir insanın minimum həyat səviyyəsi qarşılansın. Lakin bizim hal-hazırdakı dünyada bunu eləməməyimiz, mənim bugünkü yeməyimi yeməməyim, normal söhbət, yəni israfdan da getmir, normal həyat rejimimi sürməyim və buna görə günahkar hiss eləməyim. Bu, yəni doğrudan da ekstrem gələ bilərsiniz, amma siz də həyatınıza fikir verirsiniz, görəcəksiniz ki, çox kiçik şeylərdə belə olsa özünüzü günahkar hiss edirsiniz. Günahkar hiss edirsiniz ki, məsələn, mən filan yerə getdim, mənim valideynlərim getməyib.
buna görə günahkar hiss edirsiniz. Və yaxud işdə adi sizin tapşırığınız yoxdur, taskınız yoxdur, başqası işləyir, gecə saat 12-yə qədər qalıb günahkar hiss edirsiniz ki, ay mən işləmədim, o işlədi, gərək kömək eləyərdim. Yəni təbii ki, eləyə biliriksə eləyə bilərik, amma eləyə bilmədiyimiz məsələlərdə özümüzü günahkar hiss elətdirib, özümüzü bu sıxıb belə pis emosiyalara yükləməyimiz bizə də heç nə vermir və ətrafımızdakilara da heç nə vermir. Belə bir söz var ki, əgər siz birinə kömək eləmək istəyirsinizsə, bunun ən yaxşı yolu onunla eyni hissləri yaşamaq deyil, yəni onunla oturub ağlamaq deyil, onun yanında güclü olub ona dəstək olmaq deyil. Və siz nə vaxt emosiyalardan uzaq olub hadisələrə obyektiv baxa bilirsinizsə, qarşınızdakına onda kömək eləyə bilirsiniz. Amma ki, sən ağla, mən ağlayım, sən pis oldun, mən səndən də pis oldum. Yəni bu ətrafımızdakı heç kimə xeyir vermir. Ona görə də günahkar hiss edəndə düşünə bilərik ki, bu günahkarlıq hissi bizə əslində heç nə vermir həyatımızda. Digər hisslər isə dediyim kimi qorxu çox belə bir riskli hissdir ki, qorxu ən çox bizim həyat enerjimizi çəkən bir hissdir və çox maraqlı bir fakt oxumuşdum ki, deyir, hər bir Eric Berne psixoloqa görə hər bir insan içində 3 fərqli tip insan yaşayır əslində. 3 fərqli tip də deməzdim, insanın 3 fərqli illərdəki yaranmış dövrü. Bunlar uşaqdır, valideyndir və adult, yəni ki, yetişkin bir insandır. Və belə bir şey var ki, qorxunu ancaq sizin uşaqlığınızdan gəlir. Yəni ki, böyük insanlar, yetişkin olduğunu qəbul edən insanlar düşünür ki, qorxmaq üçün bir səbəb yoxdur. Bir şey olacaqsa olacaq, olmayacaqsa bir yolunu tapacaq. Bir şey çox ekstrem bir hadisə olsa belə və mən bunu kontrol edə bilmirəmsə də qorxmağın mənası yoxdur. Sadəcə bununla bağlı yenə də emosiyaları qırağa qoyub soyuq başdan bir həll yolu tapmaq lazımdır. Və baxanda da ki, əgər doğrudan da baxsaq ki, məsələn çox adam deyir ki, valideynlərimin itirməkdən qorxuram və yaxud sağlamlığımı itirməkdən qorxuram. Və belə baxanda, yəni bu qorxu o vaxt yaranır ki, ümumiyyətlə evolution olaraq biz niyə qorxu hissini yaradıb insanlar üçün? Niyə bu yaranıb? Çünki bizi qorumaq üçün. Biz məsələn aydan qorxurduq, ona yaxın getmirdik, özümüzü daha sığortalayırdıq, daha uzun yaşaya bilirdik. Oddan qorxurduq, oddan uzaq dururduq ki, o bizi yandıra bilər. Yəni qorxunu uşaq vaxtı uşaqlara qorxudular ki, ay buna dəymə, əlin yanar. Bunu belə eləmə, onlar qorumaq üçün yaradılır əslində. Amma ki, böyük və yetişkin, hər şey yetişkinlərin belə baxanda özlərini idarə etmək üçün daha çox gücü var, daha bunun üçün imkanları da var. Belə baxanda böyüklər üçün qorxu hissi yaşamaq, qorxu çünki anksiyetəyə də gəlib çıxarır. Hər şeydən qorxmağa başlayırıq və bu artıq qorxuların sayı o qədər artır ki, bizi boğmağa başlayır. Anksiyetə, panik atak bunlara gətirib çıxarır. Amma kökünə enib baxanda və özümüzə hər dəfə başa salanda və qorxu hissini yaşayanda ki, okey, mən hazırda qorxuram. Nədən qorxuram? Bir hadisə var. O hadisə olsa nə olacaq ən pis halda? Belə olacaq. Mən bunu dəyişdirə bilərəm. Bunun üçün nəsə eləməliyəm. Dəyişdirə bilmədiyim halda qorxu ilə öz həyatımı zindana çevirməyin heç bir mənası yoxdur. Valideynlərimizi itirməkdən hər birimiz qorxuruq. Amma ki, valideynlərimizin qayğısına qala bilərik, onlarla keyfli, zövqlü və yetərincə vaxt keçirə bilərik. Yəni bu qorxu ilə əgər biz yaşasaq, onlara da bir enerji verməyəcək, onlarla da vaxt keçirə bilməyəcək, bütün günü fikirləşəcək, oturub qara-qara ki, birdən belə olar, birdən elə olar. Amma ki, bu qorxu ilə yaşamaqdansa ya nəsə eləyirik ki, okey, qorxu var, mən valideynlərimlə çox vaxt keçirməməkdən qorxuramsa, gedib onlarla vaxt keçirdirəm. Amma əgər onların nə vaxtsa dünyasını dəyişəcəyindən qorxuramsa, bu artıq heç cür bizim səlahiyyətimizdə olan bir məsələ olmadığı üçün artıq düşünürəm ki, bu qorxunu qırağa qoya bilərik ki, okey, pis hadisədir, olmağını heç birimiz istəmirik, amma ki, əgər mən bir şeyi dəyişdirə bilmirəmsə, bunun haqqında düşünməyə də çox bir mənası yoxdur deyərdim.
5-cidir səhv eləmirəmsə. Hədəfim ondan ibarətdir ki, səhərlər 6-6:30 ətrafında durmaq. Bu yay aylarında, yaz aylarında daha da tez ola bilər, 6-ın yarısı üçün falan. İndi sadəcə qaranlıq olduğu üçün və bizim bu sirkadian ritmimiz təbii günəşlə qalxıb günəş batanda yatmaq ritmimiz də saatları dəyişdiyi üçün və 6-da qalxanda doğrudan da qaranlıq olur. Mənim hədəfim odur ki, özümə səhərlər qalxmağı adət edeyim. İki tip insanlar var ki, night owls və early birds, yəni ki, səhər daha özünü produktiv, daha xoşbəxt hiss edənlər və gecə saatlarında. Mən deyərdim ki, bəzən olur, çox istisna hallarda axşam, amma ki, mən xoşduram günümü səhər tez başlayım. Ki 9-da iş başlayırsa, mən artıq 6-dan özümə vaxt sərf etməyə ayıranda, səhər durub o səhər qəhvəmi zövqlə içəndə, səhər yeməyimi yeyəndə və doğrudan da özümə vaxt ayıranda həyat səviyyəmin artdığını görərək buna qərar vermişdim. Bir müddət də tətbiq elədim. Əslində bugün də qayıtdım və özümlə çox qürur duyuram ki, bunu eləyə bildim. Səhərlər çox durmaq istəməsəm də və bunu da doğrudan özüm üçün uzun müddətli eləməyə çalışıram ki, hər səhər bunu artıq vərdiş eləyim. Ola bilər ki, bəzi günlər istisna ola bilər. Bu normaldır, istisnalar əsla qaydanı pozmur. Amma ki, hətta həftə sonları belə gün ortaya qədər yatmamağı və sizə də səhərlər durmağı, yəni bu 6 olmaya bilər, bəziləri üçün 8 ola bilər və yaxud həftə sonları 9-10 ola bilər. Bu saatları özümüzə tətbiq eləyəndə doğrudan da görürük ki, insan bədəni öz təbiətinə yaxınlaşır. Bir psixoloqun da mən intervyusunda görmüşdüm, ruh psixoloqun səfərməmsə. O deyirdi ki, ümumiyyətlə 5-də qalxmaq lazımdır ki, bədənin o hormonları izah edirdi ki, 5-də yuxudan dursaz, 6-ın yarısı səfərməmsə kortizol hormonu maksimum səviyyəyə çatır və sizi birdən oyadır və axşam saatlarında artıq 9-dan sonra bu ev işıqları, ümumiyyətlə heç bir süni işıqdan istifadə eləməmək, buna əməl eləmək doğrudan çətindir. Bu arada şam heç bir bizim dövrümüzdə qane eləmir. 9-dan sonra bu işıqlardan istifadə eləməmək və yaxud pərdələri yatanda tamamilə bağlamaq ki, qaranlıq olsun. Bu artıq insanın təbii yatma və durma saatlarına uyğunlaşmasını, yəni bizim bədənimiz əslində qat-qat bizdən ağıllıdır və bizdən də yaxşı idarə edir. Sadəcə ətrafdan o qədər ona maneələr var ki, o artıq öz təbii ritmindən çıxır və mən də çox çalışıram ki, o ritmə qayıdım. Gecələr gec yatmamağa, ümumiyyətlə yuxu saatlarıma fikir verməyə. Çünki elə insanlar var ki, fikirləşir, gecə 2-də 3-də yataram, 10-da duraram, bu artıq yuxu deyil. Çünki o saatlarda olan yuxunun keyfiyyəti ilə saat 11-2 səfərməmsə, 11-3 aralığında olan yuxunun keyfiyyəti tamamilə fərqli səviyyədədir və düşünmürəm ki, hər hansı bir insan günorta yuxudan durub özünü gümrah hiss eləyə bilər. Bəlkə də var istisna olaraq. Amma ki, mənim fikrimcə mənim üçün ən azından ən çox işləyən metodologiyalardan biri budur və düşünürəm ki, siz də yoxlaya bilərsiniz. Ola bilərsin ki, deyil, amma yoxlamaq hər zaman mümkündür. 6-cı hədəfim isə mənim ondan ibarətdir ki, özümə doğrudan da kitablarıma qayıtmaq. Spesifik oxuduğum bir janr və hədəflədiyim bir janr yoxdur və mən daha çox qeyri-bədii ədəbiyyat oxumağı sevirəm. Psixologiya ola bilər, ümumiyyətlə fizika ilə bağlı, hal-hazırda Theta Healing ilə bağlı bir kitab oxuyuram. Hansı ki, fizika qaydaları ilə izah edir ki, ümumiyyətlə beyin dalğaları hansı formada necə işləyir ümumiyyətlə və yaxud bu ola bilər ki, hər hansı bir xalqın tarixi ilə bağlı, sosiologiya ilə bağlı olan kitablarım var. Yəni çox fərqli tiplərdə kitablar var. Amma ki, doğrudan da istəyirəm ki, bu il o kitablarımı sakitcə oxumağa, kitab oxumaqdan da əlavə hədəfimi də özümə belə yazmışam ki, kitab oxumaq üçün vaxt yaratmaq. Çünki mən doğrudan da kitab oxumaq üçün çox sakit olmalıyam. Bilmirəm, bu ADHD-dən gələn bir məsələdirmi ya
Məsələn, ola bilər ki, elə insanlar var, 5 dəqiqə fasiləsi olsa oturub fokuslana bilir. Amma mənim üçün bir 10 dəqiqə qabaq, 10 dəqiqə sonra boşluq olmalıdır, rahat vaxtım olmalıdır ki, mən oturub ona fokuslanım və zövq ala bilim. Yəni fokusdan da əlavə o zövq ala bilməkdir mənim üçün. Bunun üçün çalışıram ki, öz kitab siyahıma yazmışam, hansı kitabları oxumaq istəyirəm. Bunlar daha çox fokuslandığım yenə də Theta Healing, bilinçaltının nəylərlə işlədiyi ilə bağlı belə bir kitab var. Muşyena Meçdi. Burada ümumiyyətlə kitabda daha çox biraz tarixi kitabdır və danışır ki, necə olub ki, hal-hazırda qadınların ideal dediyi kişi obrazı necə yaranıb. Və bu mənə çox maraqlı gəldi ki, indiki dövrə qədər bu formalaşmış obraz necə dəyişə gəlib. Bunu məsələn çox maraqla gözləyirəm bu kitabı oxumağı. Alchemist kitabı var, kimyager də ola bilər. Türkçə simyagerdir, Azərbaycanca kimyager ola bilər. Paulo Coelho'nun bunu çox əvvəl oxumuşdum, artıq xatırlamıram belə kitabda çox nə yazıb. Bu kitabı da məsələn bəzi kitabları qeyd etmişəm ki, onlara geri qayıdacağam, yenidən oxuyacağam. Belə düşünürəm ki, mənim üçün çox önəmli məsələlərdən biridir ki, kitablarımı oxuyum və bu fərqli janrlarda oxuduqca artıq görürəm ki, eyni məsələni məsələn psixoloq da deyir, eyni məsələni fizik də deyir. İnsanın davranışları ilə bağlı və yaxud biologiya ilə bağlı bir məqalə falan kitab almamışam hələ ki. Amma bir video və yaxud məqalə oxuyanda görürəm ki, biologiyanın dediyi ilə psixologiyanın dediyi də üst-üstə düşür. Yəni bu şeyləri bir neçə tərəfdən baxıb onların təsdiqini almaqda çox maraqlı bir metodologiyadır mən istifadə elədim və bunu araşdırmağı da sevirəm ki, psixologiya belə deyir, bəs başqa elmlər bunu təsdiqləyirmi? Bu da çox maraqlı bir metoddur və tövsiyə edərdim ki, siz də bir şeyləri oxuyanda ona fərqli cəhətlərdən baxmağı öyrənəsiniz. Bu həm insanın düşüncə tərzini dəyişən bir davranışdır və mənə şəxsi həyatımda da çox xeyir verdiyini görmüşəm. Və son olaraq mənim üçün çox vacib meditasiya və ümumiyyətlə bu sakitlik, anda qalma, heç yerə qaçmamaq. Bu qaçmamaq həm mənim fiziki bədənimin qaçmamağından irəli gəlir, həm də ki düşüncələrimin qaçmamağına. Yəni ADHD olanlar və yaxud ətrafında ADHD də qısaca deyim, Attention Deficit Hyperactivity Disorder. Türklərdə nə gedir? Çox belə hiperaktiv insanlar, uşaqlar ki, çox qaçır o yana bu yana, fikri oradan bu yana gedir, dərsdə otura bilmirlər. O uşaqlarda çox vaxt olur və böyüklərdə də olur. Məndə də elə bir şey var ki, fikrim bir mövzudan o mövzuya çox tez gedir və sizə də hal-hazırda danışıram və mənim beynim artıq o bir mövzudadır. Bunun çox müsbət tərəfləri də var, çox mənfi tərəfləri də var. Dediyim kimi, əgər normal insanın batareyası gün ərzində 12 saat gedirsə, mənimki bir 7 saat, 8 saat artıq bitmiş olur. Çünki 2 qat istifadə edirəm onu eyni anda 2-3 şey fikirləşərək. Bunun üçün də özümə söz vermişəm ki, bu il meditasiyanı və meditasiyadan da deyəndə çox adam fikirləşir. 1 saat, 2 saat meditasiya yox. Mənim hədəfim 5, maksimum 10 dəqiqəlik meditasiyalardır. Bəzən 15 ola bilər, çox istisna hallarda. Və özümə də belə meditasiyalar tapmışam ki, Azərbaycanda Huzur əpi var. Çox yaxşıdır Azərbaycan dilində meditasiyalar və çox uyğun qiymətə deyərdim. Türklərdə var bir çoxları. İngiliscə dinləmək istəyənlər Calm var, Meditopia var, səhvimsadə elə idi. YouTube'da bir çox meditasiyalar var, pulsuz ümumiyyətlə baxa bilərsiniz. Və meditasiyanın ümumiyyətlə məqsədi nədir? Biz gün ərzində dayanmırıq. Beynimiz aktiv olduğu hər an nəsə fikirləşir, ya keçmişi, ya gələcəyi. Mənim hədəfim isə odur ki, beynimi hal-hazırdakı anda tutmaq. Bu hal-hazırda sizlə danışamsa, buna fokuslanmaqdır. 2 dəqiqə sonra nə deyəcəyimi fikirləşməməkdir əslində. Mənim bir strukturum olacaq, amma fikrim buradan ora qaçmağı artıq doğrudan da enerji sərfiyyatı verir mənə. Və buna görə də son hədəfim və paylaşmaq istədiyim son hədəfim deyərdim. Bundan ibarətdir ki, yavaşlamaq. Həm fiziki şəkildə
bir yerə qaçmağın da mənası yoxdur. Heç elegant da görünmür. Bunu özüm üçün seçmişəm ki, mən elegant görünmək istəyirəm və qaçmaq elegant deyil. Heç yerə tələsməmək lazımdır. Yəni ki, təbii ki, Allah eləməsin, çox bir fövqəladə bir hadisə olsun. Amma ki, gündəlik həyatımızda əslində baxsaq, çox tələsdiyimiz yerlərin heç bir mənası yoxdur. Bir yerə gecikiriksə, gecikirik artıq və gecikmişik böyük ehtimal. Yəni orada qaçmağımız, 2-3 dəqiqə qənaət eləməyimiz heç nə vermir. Və fikirlərimizdə də, beynimizi idarə etməkdə də ona çalışıram ki, doğrudan da beynimin, düşüncələrimin, bunların ümumiyyətlə kontrolunu yenidən özümə alım və bunları daha observe eləyə bilim. Yəni müşahidə eləyəndə o demək deyil ki, yəni mən başqasıyam, mənim fikirlərim başqasıdır. Sadəcə mən bu haqqda düşünürəmsə, bunu xatırlaya bilim. Bu fikrin hardan gəldiyini müşahidə eləyə bilim. Aha, yəni belə bir şey də var. Train of thought. Yəni fikirlərin qatar kimi davada olması. Yəni fikirlər oradan buradan gəlmir. Fikirlərin əvvəlki fikir var və ondan sonraki fikir var. Və bu fikirlərin bir-birinin ardınca necə gəldiyini, məsələn, mən dəftər görəndə ağlıma bu şey gəldi. O məsələnin haqqında danışanda başqa bir məsələ gəldi ağlıma. Yəni bu ardıcılığı izləmək, bunu başa düşmək, özümü də başa düşməyimə çox kömək olur və bir çox şey həyatımda sorğuladığım ki, bu niyə belə olur? Bu adamlar niyə mənim qarşıma çıxır? Niyə mənim həyatımda belə şeylər təkrarlanır? Bir şey təkrarlanırsa mütləq bu artıq bir sizə siqnaldır, sizə bir işarə verməyə çalışır ki, bax, buranı düzəlt. Çünki həyat belə bir dərs var ki, belə bir məntiq var ki, siz dərsi öyrənənə qədər o dərs təkrarlayır. Və mən də bu sualı özümə verməyə artıq başlamışam ki, əgər bir şey maraqlıdırsa mənə ki, bu niyə belə oldu ki, görə? Bunu çalışıram ki, müsbət şəkildə sorğuluyum. Şikayət eləmək yox. Demək ki, ayda bu niyə mənim başıma gəlir? Yox. Maraqlıdır. Niyə mən bunu özümə layiq gördüm? Niyə mən bunu özümdə istədim? Niyə mən istədim ki, mənim həyatımda məsələn kobud insan olsun? Mən niyə istədim ki, mən aylıq bu qədər qazanım, bu qədər qazanmayım? Bu sualları özümüzə verdikcə və meditasiya şəraitində, meditasiyada deyərdim ki, belə bir, bu mənim sadəcə şəxsi fikrimdir bu arada. Meditasiya oturub, gözünüzü yumub, hər hansı bir mahnıya qulaq asmaq və yaxud sadəcə səssizdə oturmaq da ola bilər. Bu da bir variantdır kimisi üçün. Və yaxud çox sevdiyiniz bir işi, bir rəsm çəkmək ola bilər ki, siz o qədər fokuslusunuz və o işi görəndə birdən ağlınıza gəlir ki, bu buna görə oldu və yaxud heç aylarla üstünə düşündüyünüz məsələ birdən-birə həll olur. Ağlınıza gəlir ki, demək ki, mən buna görə bunu eləmişəm. Bu halların hər birində mən deyərdim ki, biz əslində meditativ bir formada oluruq. Yəni ki, meditativ forma dedikdə nə nəzərdə tutulur? Bir var ki, bizim gündəlik üzdə olan düşüncələrimiz, danışdığımız, fikirləşdiyimiz ki, evdən çıxacağım, nə geyinim, taksini hara çağırım, hava necədir, bu necədir, çatacağım, çatmayacağım. Bunlar üzdə olan düşüncələrdir. Bir də var ki, bu düşüncələrin altında olan düşüncələr, hansı ki, əslində bizim bilinçaltıda deyə bilərik, daha köklü düşüncələrimizdir. Çünki siz evdən çıxanda, məsələn, düşünürsünüz ki, nə giyinəcəm. Amma alt düşüncədə sizin bədəninizi idarə etməyə çalışır. Siz o qədər üst düşüncələrlə və siz deyəndə, yəni mən də daxil üst düşüncələrlə məşğuluq ki, alt düşüncələri eşitmirik belə. Alt düşüncələrdə ki, düşünə bilərsiniz ki, ayda hava pisdir, mən belə niyə oldu? Niyəcəm indi çıxmayım? Bu üst düşüncədir. Amma ki, biz dərinə keçəndə ki, mən niyə narahat oluram bu havadan? Okey, ola bilər ki, mənim pis bir xatirəm var bu hava ilə bağlı və yaxud bir insanla bağlı. Deyir ki, ayda bundan heç xoşum gəlmir. Bu bizim üstdən düşüncəmizdir. Alta baxanda isə görürük ki, o insan bizə ya özümüzlə bağlı pis bir şeyi, ya əvvəlcədən gördüyümüz pis bir hadisəni və ya insanı xatırladır və artıq bəzi şeyləri daha dərindən görməyə başlayırıq və ona görə də özümü daha yaxşı tanımaq və öz həyatımı daha yaxşılaşdırmaq üçün
meditasiya eləməyi də çox ciddi bu il hədəfimə qoymuşam. Keçən il düzdür qoydum, amma çox da eləmədim. Amma çox fərqli meditasiyalara getdim. Məsələn, mən sevirəm ki, bir qrup dərsinə gedim meditasiya və məni orada yönləndirsinlər və bir mövzu üzərindən gedək. Bu mən çox zövq verən bir məsələdir ki, o artıq yönləndirir ki, bunu düşünün, onun haqqında təsəvvür eləyin. Bu məsələ mənim üçün okeydir. Və ola bilər ki, başqası üçün başqa tip zövqlüdür. Ona görə fərq növündən, necə elədiyinizdən asılı olmayaraq, sadəcə özünüzü dinləyə bildiyiniz, özünüzlə qaçmadığınız, özümüzdən çox vaxt biz qaçırıq. Özümüzdən qaçmadığımız, özümüzlə oturub, özümüzlə üzləşdiyimiz bir an istəyərdim ki, özünüzə vaxt ayırasınız. Bu 5 dəqiqə ola bilər, sadəcə 5 dəqiqə. Və bəzi insanlar var ki, deyir ki, ay, o qıraqdan görünər, qəribə olaram. Səncə çox sadə bir yolu axşam yatmamışdan əvvəl yerinizə uzanıb 5 dəqiqə tez uzanın. Və o 5 dəqiqədə doğrudan da özünüzü o sakit olanda, heç nə düşünməyəndə, sabaha necə olacağını düşünməyəndə, bugün nə etdiyinizi düşünməyəndə, nə keçir beyninizdən, bunları görmək üçün çox yaxşı bir şansdır. Və ümid edirəm ki, siz də mənim bu hədəflərimə qoşula da bilərsiniz, qoşulmaya da bilərsiniz. Bəlkə mənim hədəfim sizin başqa bir hədəfinizi yadınıza salacaq ki, bunu yox, amma bunu eləyərəm. Bilmirəm, ümid edirəm ki, mənim şəxsi təcrübəm, bunu paylaşmaq istədim. Sırf bu hissələri düşünürəm ki, maraqlıdır. Sizin üçün də bir ilham olacağına, bir işinizə yarayacağına çox ümid edirəm. Təşəkkür edirəm məni dinlədiyiniz üçün. Görüşənədək.